Başa düşün beni. Yok yok. 3 saatten sonra gec olar. Axı biz de bir şey eləməliyik ya yok. Vertolyot indi bize lazımdı. Sabah yok. Aha. Bəli. Hı. Zənginizi gözləyirəm. Gözləyirəm, yaxşı gözləyirəm. Məni çağırmısınız? Hə, Zavur. Səni sevindirmək istəyirəm. Maşın aşağıda səni gözləyir. Min maşına, bir baş aerodroma. Oradan da vertolyot olan kimi uçarsan briqadaya. İndicə məlumat almışam ki, sənin briqadanda neft fantan vurub. Tez böyük reportaj hazırlayarsan. Səhər efirə gedir. Mən gedə bilməyəcəyəm. Yox. Başqa adam göndərin. Nə olub ki? İşim var. Başa düşmürəm səni, Zavur. Mən gedə bilməyəcəyəm, Ənvər müəllim. Özün bil. Təkid elə biləm. Elə bilirdim sevinəcəksən. Sənin briqadan da axı. Belə reportajdan əl çəkmək olar, ha? Bununla bütün seriyanı qurtarardın. Bəlkə 6 ay getsin. Həmişə deyir ki, kaş belə bir briqada mənə düşəydi, qoy getsin. Vallahi imkanım yoxdur, Ənvər müəllim, işim var. Elə. Yaxşı, gedə bilərsən. Altayı yanıma göndər. Yaxşı. Bəli, mənəm. Aha, lap yaxşı. Çox sağ olun. Bu dəqiqə işçimiz çıxacaq. Bir daha sizə minnətdaram. Çox sağ olun, sağ olun. Kimi istəyirsiniz? Salam. Salam. Yoldaşınız evdədir? Evdədir. Bahadur, səni istəyirlər. Sizə kim lazımdır? Bağışlayın, mənə Nadir lazımdır. Nadir? Gedib. 2 gün olar. Bilirsiniz, bu otağı bizə veriblər. İndi biz oluruq. Hara gedib? Neçə günlüyə? Dəqiq bilmirəm. Nəsə Krasnovodskla danışırdı. Özü də deyəsən həmişəlik gedib. Bağışlayın. Xudahafiz. Buyurun. Sağ olun, sağ olun. Bilirsiniz, onun burada xırım-xırda şeyləri qalıb. Bəlkə siz deyəsiniz, biz onları nə eləyək? Bilmirəm. Mənim sizdən bir xahişim var. Telefonumu verim sizə. Aha. İşdi şayət Nadirdən bir xəbər eşitsəz, mənə zəng vurun. Nə olar? Yaxşı. Çox xahiş edirəm. Arxayın olun, arxayın. Sağ olun. Sağ ol. Sağ olun.
Səidəni zəhmət olmasa. Yoxdur. Səfərə çıxıb. Sağ olun, bağışlayın. Ənvər bəy, axşamınız xeyir. Zaurdur Xəlil bəyli. Keyfiniz necədir? Yox, zarafatsız elə keyfinizi soruşmaq istəyirdim. İstəyirdim, onu da deyim ki, sabah iclasa gecikməyəcəyəm. Çıxış eləyəcəyəm hökmən. Danıqın? Mənim briqadamda. Altayın vəziyyət necədir? Çıxdın aradan, hə? Hər ehtimala qarşı roliki qoyuram qalsın. Getdim sənin briqadına. Çox xahiş edirəm qulaq. Sənin fikrini bilmək mənim üçün çox vacibdir. Altay.
Bəli, bugündən etibarən Ulduz Almanaxında yeni saytla açılır. Bizim müasirimiz. İlk reportajı muxbirimiz Altay Qaniyev aparır. Bugünkü reportajı mən şəhərimizin mərkəzi küçələrindən birində aparıram. İndi mənimlə üzbəüz iki qız dayanır. Adınız nədir? Rəfiqə, Çox gözəl bəs sizin. Əminə. Çox yaxşı. Oxuyursunuz ya işləyirsiniz? Əminin üstündə oxuyur. Mən fabrikdə işləyirəm. Bağışlayın, siz həyatın mənasını nədə görürsünüz? Məhəbbətdə. Çox yaxşı, çox yaxşı. Bəs siz? İnsanlara xidmətdə, qayğı keş və mehriban olmaqda. Çox sağ olun qızlar. Bağışlayın, adınız nədir? Heydər, Familiniz, sənətiniz? familim İsmailov, özüm də nevçiyəm. Bağışlayın, siz həyatın mənasını nədə görürsünüz? Bu dünyada az yaşamamışam. Yesəm pisdə yaşamamışam. Namusla yaşamışam. Zəhmətlə. Arzum budur, uşaqlarım da, nəvələrim də mənim kimi ömür sürsünlər. Çox sağ olun. Adın? Zavur. Familiyan? Xəlilbəyli. Sənətin? Jurnalist. Həyatın mənasını nədə görürsən?